bir faktları danışmaq istəyirəm. Bizim bir Cəlilabaddan polkovnikimiz var, Dəyanət müəllim. Deyir, mən Dövlət Sərhəd Xidmətində, Naxçıvanda xidmət edədiyim dövrdə, sizin nəvənin toyunda da mən onu danışdım. Elbrus'un qızının toyunda. Deyir ki, biz axşam vaxtıdır, biz hissə komandiri ilə ailəvi bir dost idi, onlarda bir oturub çörək yeyirdik. Deyib, uşaq gəldi, dedi ki, bəs ata icazə ver, qapının arxasını vurum. Deyib, yox, qızım, qonağımız gələcək. Bilirmiş, komandir bilirmiş bizə kim gəlməyi. Bəli, Naxçıvanda. Deyir, qapı açıldı, gördük ki, bəs pəncəli keçdi içəridə. Demək, pəncəli Füzulidən kəşfiyyat aparılmış Naxçıvana qədər. Bütün o düşmənin yerləşdiyi yüksəklikləri, postların hamısının məlumatların əldə edib. Bu günləri Azərbaycan ordusu ona görə qalib gəldi ki, o cür qəhrəman kəşfiyyatçıların düzgün verdiyi koordinatların hesabını edir ki, Azərbaycan ordusu düzgün idarə etməklədi. O boyda yüksəkliklər götürüldü. Deyir, pəncəli bir saat, para saat istirahat edəndən sonra bir təkrar onu Bakıya qaytardılar. Yəni, xüsusi bir insan olduğu üçün. Və bir də bizim Cəlilabadda şəhidimiz var, Kazımov Rusif. Onun tələbə olanda, kursant olduğu dövrdə atasına deyib ki, deyib, ata, mən pəncəli ilə, yəni, öz torpaqlarımızdır. Amma düşmən tərəfindən işğal olunan bir torpaqlarda görüşmüşük. Hələ kursant vaxtı Elbrus'un, Allah canı sağ eləsin, mən ona danışmışam Elbrus'a. Və bir 4-5 gün bundan qabaq bizim Cəlilabaddan həm bir evdən bir şəhiddir, iki qardaşlar da qazidir. Babaşov Nurlan danışırdı. Deyir, Ağdamda xidmət edədiyimiz dövrdür. Hələ əsgərliyindən danışırdı. Əsgər kimi posta dururdu. Deyir, hərbi hissəyə haydışdı ki, bəs Pəncəli Teymurov gəlir. Demək, kəşfiyyata gəlirmiş o. Deyir, biz onun yanında indi o hərbisi, biz əsgərdə durmuşuq. Deyir, gəldi cibindən, deyir, sinik şeslər, şokoladlar çıxartdı, verdi bizə ki, alın bunları yiyin, biz gedirik. Deyir ki, bəs sual verir ki, bəs komandir, sən hara gedirsən? Deyir, mənim tapşırıqlarım var, onlar icra edir. Yəni, sizin övladınız elə bir qəhrəmanlıq şəhnaməsi yazdı ki, bütün dünya artıq Pəncəli Teymurov kimdir tanıdı. Və bu ocaq, bu yurtda böyük bir ziyarətgah oldu. Yəni, Azərbaycan, nə qədər qanunda Azərbaycan qanı daşıyan qeyrətli oğullar var, bu yurt üçün oldu ziyarətgah. Bütün, yenə də deyirəm, Elbrus'a zəng elədim. İnan ki, mən sənə zəng vuranda mən ağlayırdım, Allah Allaha ki, bütün Azərbaycan xalqı həmin günü bayram elədi. Yəni, iki zəfər bayramı bir-birinə qarışdı. Allah ruhunu şad eləsin. Köməyiniz olsun, Allah sizdən razı olsun, çox sağ olun. İcazə versin, mən də bir kəlmə deyim.